Əleyhisselamın şəhadəti nə üçün bu qədər səs-küyə səbəb oldu, bu qədər əksül əməl var bu hadisənin müqabilində? Bir cavabı da budur ki, digər imamlarımız şəhadətə çatanda adətən terrora məruz qalıb. Yəni, digər imamlarımız terrora məruz qalıblar, gizli şəkildə onları öldürüblər. Yəni, onların qatillərinin kimliyi barəsində hələ də tarix dəqiq məlumat verməyib. Ehtimallar çoxdur və təsbit olunub ki, kimin işidir. Amma yəni, kimsə çıxsın ortaya, hadisəni öz üzərinə götürsün. Yox, belə olmayıb. Heç kəs hadisəni öz üzərinə götürmür. Ona görə, məsələn, hətta xəlifələr imamlara qarşı bu sui-qəsdləri hazırlayanda özləri tamamilə kənarda qalıblar. Hətta özlərini elə qələmə veriblər ki, güya bunlar Əhl-i Beyti sevənlərdir. Məsələn, İmam Musa Kazım əleyhissalamın şəhadətində Harun Ər-Rəşid onun əza məclisində iştirak edib və özünü çox qəmli göstərirdi, ağlayırdı imam üçün. Yaxud Məmun İmam Rıza əleyhissalamın şəhadətə yetirəndə də həmçinin onun üçün əza saxladı, qara geydi, matəm elan etdi. Ona görə bu hadisəni heç kəs üstünə götürmürdü. Bu bir terror idi. Amma İmam Hüseyn əleyhissalamın hadisəsində isə məsələ tamamilə ayrı idi. Bu, dövlət tərəfindən həyata keçirilmiş bir dövlət terroru idi. Yəni, dövlət bunu qanunləşdirir, yəni dırnaq arasında qanunləşdirir və öz ordusunu, öz əskərlərini göndərir, Peyğəmbər ailəsinə hücum eləyirlər. Peyğəmbər övladını, Peyğəmbər nəvələrini, qızlarını, gəlinlərini və yaxınlarının hamısını şəhadətə çatdırırlar. Sonra Peyğəmbər nəvələrini, qızlarını, gəlinlərini götürüb şəhər əsir kimi gəzdirirlər. Bax, bu artıq insanlar buna dözə bilmədi. İnsanlar əksül əməl verdilər, özü tez əksül əməl göstərdilər. Reaksiyalar başlandı, etirazlar başlandı. Elə Yezidə qarşı, İmam Hüseynə görə Yezidə qarşı ilk etiraz eləyən şəhər Mədinə şəhəri oldu. Peyğəmbər şəhəri, Mədinə şəhəri deməli, Yezidə qarşı etiraz etdi və böyük bir qiyam başlandı. Ondan sonra Yezid qoşun göndərdi, Mədinə əhalisini qılıncdan keçirtdi və onlara divan tutdu. Məşhur Hərrə hadisəsi də məhz həmən hadisədir. Yəni, bax, bu dövlət tərəfindən, xilafət tərəfindən həyata keçirildiyi üçün insanlar buna artıq dözə bilmədi və bunu qəbul edə bilmədilər. Ona görə İmam Hüseyn əleyhissalamın şəhadəti bu cür geniş yayıldı, bu cür geniş etirazlar olundu və indiyə qədər də görürsünüz ki, heç vaxt köhnəlmir və davam edir. Bu, təbii ki, məsələnin bir tərəfidir. Mən tarixi cəhətdən buna yanaşdım ki, digər tərəflər də çoxdur. Çünki burada Allahın istəyi var, Allahın iradəsi var. İnşallah başqa söhbətlərdə buna toxunacaq.